Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bu günləri sizə gözəl bir, yaraşıqlı, dörd tərəfi qoşadaşla tikilmiş əşyalı bir ev çəkib təqdim edirəm. Evimiz 596 marşrutuna 115-120 metr məsafədə. Çəkilişi başlayıram qonaq otağından. Bax, belə bir qonaq otağı. Nə görürsünüz, bütün əşya qalır. Sadəcə bir dənə xaladenlik, paltar yuyan, televizor götürülür. Bütün qalan əşyalar qalır. Dört tərəfi cütdaşdı. İndi isə keçək bir otağa. Yataq otağıdır, belə normalını. Şvanir yer tutub böyük yerdir, bax, fikir verirsiniz. Pəncərəsi manesizdir. Hər tərəfi cütdaşdı. Qoşadaşdı. Gəl, geçin. Bu ise ikinci yataq otağıdır. Burada ise paltar boşağı. Yine qeyd edirəm, əşyalı satılır. Xaladenli televizor, paltar yuyan götürür. Qalan bütün əşya qalır. Bu ise mətbəxidir. Fikir verirsiniz mi? Mətbəxi gör. Geniş pəncərə birbaşa manesizdir. Həyata baxır pəncərəsi. Sanuzul yeni göstərim. Sanuzul bütün avadanlıqlar quraşdırılıb. Bura koridor hissəsidir. İndi isə çıxaq evin həyətinə. Ev kürsülüdür. Evin belə bir həyəti var. Fikir verin. Geniş həyəti var. En azı 2 maşın yerleşir, əlavədən yeri qalır. Burada da evin böyrünü əlavə buradan açmaq olar. Açıb evin böyrü də hasır alıb istifadə eləmək olar. Evimizin qiyməti 65 minə deyilir, əşyalı. Sənət bələdiyyə sənəti. Kim istəsə nömrəni aşağıda qeyd edəcək, zəng eləyib əlaqə saxlaya bilər. Bax, pəncərələrdə dəmir barmaqlar vurulub. Quru bir ərazidir. Qiyməti 65 min manata deyilir. Nağdı qiymətə. Sağ olun. Allah amanında.